Təadül barəsində bəhs eləmək istirdim ki, zindəcanlıqda təadül olsa, nə yaxşılıqlar ola bilər, nə müfid ola bilər. Mən o zətlər ki, baxıram, görürəm, müvəffəq olmuşam. Biri budur ki, Türkiyəyə getmişəm, bir dənə kollan sistemi dəyişdirmişəm. Taza bir fərhənglə, taza bir coğrafiya. Eynən elə bil ki, tazadan anadan olmuşam. Orada öz insanlarla, məhəllə, yerli insanlarla üzbəyiz olub, aşina olub, yerib, oturub, qalxıb, taza bir zinəcanlıma baxış açısı vermişəm, mənzərəni dəyişdirmişəm, ruh-rəvanı zindəcanlığı dəyişdirmişəm. Bir dənə böyük Səqquya Pelliyə müvəffəqiyyət olubdur ki, hərçənd ki, şahid deyəm ki, gecəcəkdə getmişəm, bəli, yetişəməmişəm o yerlərə ki, gərək yetişəydim. Bəli, bu iki əzlahazın ki, adam təcrübə kəsb eləsin, təhcəmi durub müşkülatla, işğallar və həll məsələlərlə nə cür eləyə bilər, üzbəyiz olsun, nə cür eləyə bilər özünün vifq versin, inteqrasiyon eləsin millətinlə, fərhənginə. Onlarda çox yaxşı qədəmlər atmışam, güclü bir adımlar atmışam. Bəlkə dərsimi kamil deyəm ki, o həddə ki, gərək yetirəydim, yetirəməmişəm və ya bir dənə izdivac nəşət tapaydı və ya bir pulu yığaydım. O ruh-rəvanı ləhazından şayət mənim oxtozumda dəydi, ruh, belə deyirlər, öz dediyim şəraitdə idi, mutlu dəydim, belə Türkiyələr. Oradan ayrılmışam, iş görmüşəm, bais olmuşam ki, müvəffəqiyyəti kamil burnuma gətirəmməyəm, bu iyini çəkəmməyəm. O da illəti buydu ki, xop, bəstəri ki var idi Türkiyədə, o mənə münasib deyildi və pulu ki götürüb aparmışdım da, xop, əzlahazı elmi və məntiqi də ki, elə o həddə ola bilərdi ki, insan öz şəraitin vifq versin, yesin, içsin və ayaqda da dura bilsin. İzafə bəy sazman işləri möcüzə bəy sazman, yəni möcüzə avər bir işlər ola bilərdi ki, hop, onu da mən əzlahazı sistem, yəni cəhani, kainat ki, mənə veribdi. Hamısından razıyam, çox da şükür edirəm ki, olmayıb və ya eləyəməmişəm və cür deməyim. Şayət izdivac idi, istirdim eləyəm, olmayıbdı. İndi görürəm ki, lap yaxşı olubdur ki, olmayıbdı. Çünki mənim nəsibimdə də idi, qismətimdə də idi. Olsaydı da şəraitim malımın çətin olacaqdı, filan olacaqdı. İndi görürəm ki, dahi xoşbəxtliyi vardı ki, bəzi zətləri ki, istəmişəm, əl tapamamışam məsələn. Bir dənə yaxşı, bir dənə xarici kişvərdən bir dənə xanım o ləhzə ki, mən istəyirdim ki, məsələn, yatam bir yerdə, küçədə qalmayam. O ləhzədə deyəm ki, bir nəfər məni gəlib tutacaqdı, mən onunla evlənəcəm, yaxşı yerlə yetişəcəm. İndi görürəm ki, əslən o adam da olaydı, cür də deyirdi. Əslən bəzi şeylər ya əl-ələ versin, amadə olsun, zirsazlıq olsun, işi nişan versin, bu yolda gedir, adam görsün ki, bu yolda bir enerjilər, dünya, qüdrət, kəhkəşan, kainat hamısı əl-ələ verib ki, insan vaxtı ki, enerji orada toksik idi, əl atırdı bir şeylərə olmurdu. Bunun bəhsi mən kollən Türkiyə getməyimlə bir yerə qoymuram. Çünki Türkiyə getməyimdə çox xoşhalam və qəşəng təcrübələr kəsb elədim. Yaxşı günlər keçirtdim. Yaşamı tadını aldım. Zindəcanlığın mənası nə mənadır, onun mənasını qəşəng bütün vücudumla hiss eləyə bildim. Özüm duram çörək alam, özüm evimi süpürəm, özüm qəbzləri verəm, özüm başmaqlarıma vaks vuram, özüm danışığa gedəm, geydəm, gəzə hazırlayam, iş tapam, insanlarla taza başlayam dil öyrəşməyə, irtibat bərqərar eləməyə, taza bir, necə uşaq bir insan uşaq olanda çox şeylər ki, görür, əvvəlimiz olur və bu dünyasından ləzzət apara bilir. Çünki onun tadını taza-taza alır. Yəni bir dənə əksi, bir dənə obyekt, bir nəsnəni və ya bir əşyanı gördüyü zaman ona tazalığı var. Bəli də eyni hal böyük adamlar üçün çox məmuli, sıradan bir iş ola bilər və mənim də Türkiyə getməyim eynən bu idi ki, tazadan göz açmışdım, taza anadan olmuşdum, taza bir dünya görmüşdüm. Və bu mənim üçün bir dənə o şey ki, niyazım vardı, vaqəən elə bu idi ki, əllə tapam ki, tapdım. Çünki əzdahazı ruhi rəvani. Qəbl əzin ki, 10 ili nəzərdə qoyam, ondan 10 il qabaq nə işlər, nə ittifaqlar yola düşdü və nə qədər mən zərfiyyatım kamil dolmuşdu burdan.
durub getdim ora. O böyüklərin bir dənə mənim müvəffəqiyyətidir. Və bu iki bəhs eləyən təadüldən, təadül həmişə təadül bir dənə sistemin bir parçasıdır. Niyə? Çünki bir işdə istəyirsən adam müvəffəq olsun, təadüllü olmadan, dengəyi yerinə gətirmədən, ya da qoltuqçularla təadüllü olmadan eləyənməz müvəffəq olsun. İllət budur ki, bir dənə sistem var. O sistem dünyəvi sistemdir ki, bir dənə mühümtərin və bariztərin, çox da gözəl, dərdə dəyən bir şeydir ki, sistemdə var. Yəni yaxşı bir xolqu var, xoşxin bir şeydir. Şayət deyək ki, məsələn, dünya yalandır, bəzi zətləri olan istəyəndə də olmur, filan olur, bərəks olur, ədalətsizlikdir, filandır. Bunlar dünyanın olumsuz yanları və ya mənfi tərəfləri olsa da, bu təadülü bərqə eləmək və eləməməkdə də sistemin bir para cavabları vardır insanlar ki, onu yerinə gətirmədən o iş yerinə getməz. Biri məsələn, istəsəm misal vuram, mən ingilis klassına özüm istəyirdim başlayam, əncam verəm. %100 vaxtımı qoyurdum ki, tezdən nəticə alam və ya eləyə biləm ki, bir mədəki alam, bir müvəffəqiyyətə yetişəm. Bəd az neçə günlər gördüm ki, zehn yorur və əfsudəlik haləti gəlir, insan yerində duramır, istəyir bir seri taza işləri görsün, boring, yəni yorulmaq, bıqqınlıq falan filan bir şeylər gəlir ki, insan deyir ki, koldan bu işi qoyum kənara, ötür getsin. Bəli, təadül olanda, yəni o işin yanında bir dənə də izafə bəs lazımdan iş ki, sənin zehnini dağıta bilsin, yeri və məkanını dəyişdirsin və taza bir fikirlər bais olsun, biraz challenging insanlar özbəyiz əncam verə bilsin zehnində, onda eləyə bilər təadülü bərqərar eləsin. Ya o yerdəki qalıbdır, oradan xaric olsun, ayrı bir yerə getsin və ya taza bir dənə işi görsün və ya bir məşğuliyyəti başlasın ki, klasi zaman ingilisinə və ya hər nə mənə ki, istəyir o işi görsün, ona da sədəmə vurmasın. Burada ziyahlıq məni vermir, burada insanın az daha az zehni, az daha az rəvanşinası ruhi o kadar güclü olması lazım ki, təadülün mənasını bilsin ki, özünə nə xaric dövrəbərinə də sədəmə vurmasın. Çünki təadül olmadan əsl işdən də qalır.